Salam uşaqlar. Bugünkü dərsimiz oksidləşmə dərəcəsi və oksidləşmə reduksiya reaksiyaları olacaq. Oksidləşmə reduksiya reaksiyalarını başa düşmək üçün, tərtib etmək üçün ilk növbədə oksidləşmə dərəcəsini bilmək lazımdır. Oksidləşmə dərəcəsi atomun yuxarı sağ küncündə yazılır. Hər hansı bir atomdur, deyək ki, oksidləşmə dərəcəsi yuxarı sağda yazılır. Sıfırda yazıla bilər, mənfi neçəsə də yazıla bilər, müsbət neçəsə də yazıla bilər. Biz də bilirik ki, ilk anlayışlar dərsində mənfi nə zaman olur? Elektron alan zaman atom mənfi yükə çevrilir. Bunu bilirdik. Yəni oksidləşmə dərəcəsi mənfi olur. Amma elektron verən zaman mənfidən azad olur da, müsbət yüklü hissəciyə çevrilir. Yəni oksidləşmə dərəcəsi müsbətə bərabərdir. Amma elektron nə alırsa, nə verirsə fərqi yoxdur. Bu zaman yəni nə almır, nə də vermirsə, bu zaman oksidləşmə dərəcəsi sıfıra bərabərdir. Bunlar haqqında biz dövrü qanununda ilk anlayışda kifayət qədər danışmışdıq, amma oksidləşmə dərəcəsi deməmişdik. Hal-hazırda deyirik. Yəni deyilmiş ki, atom özünə elektron alanda mənfi yükə çevrilir, elektron alanda mənfi yükün adı aniondur, elektron verəndə müsbət yükə çevrilir, müsbət yükün adı kationdur. Hansının radiyusu böyükdür? Təbii ki, elektron alanın radiyusu daha böyükdür və yaxud üstünün yükü kiçik olanın radiyusu daha böyükdür. Bunlar haqqında kifayət qədər keçilib. Və dövrü qanunda da deyilib ki, metalların oksidləşmə dərəcəsi metallarda ya sıfır ola bilər, ya da metal müsbət valentliyinə bərabər olan, müsbət belə yazaq da, müsbət oksidləşmə dərəcəsi ola bilər. Metallar heç vaxt mənfi neçəsə oksidləşmə dərəcəsi ola bilməz. Dövrü qanunda keçilib bu. Və hətta belə bir şey deyilmişdi ki, atomun özündən elektron verməsi, elektronu sanki rədd edir. Elektron verməsi reduks edici atomdur. Reduks edici atom oksidləşir. Oksidləşdiricidir, yox ha. Oksidləşir. Amma elektron alma isə oksidləşdiricidir. Oksidləşdirici atom isə reduksiya olunur. Biz bunları dövrü qanunda keçmişik. Hətta demişik ki, elektron vermə yalnız reduksiya edici sayılır, oksidləşir ki, metallar yalnız elektron verirlər. Metallar yalnız elektron verirlər ki, müsbət olur da. Metal heç vaxt elektron almır. Ona görə də heç vaxt mənfi yükə malik olmur. Metallar ancaq elektron verirsə, beləcə ki, metallar yalnız reduks edicidirlər, yəni oksidləşirlər. Amma qeyri-metalları bilirik ki, qeyri-metallar həm müsbət oksidləşmə dərəcəsi göstərir, sıfır ola bilirlər, həm qeyri-metallar müsbət ola bilir, müsbət neçəsə, həm qeyri-metallar mənfi neçəsə ola bilir. Belə çıxır ki, qeyri-metallar həm elektron aldığına görə mənfi olur, yəni oksidləşdirici olub reduksiya olunurlar. Həmçinin qeyri-metallar elektron verir ki, müsbət olur. Elektron vermək, yəni qeyri-metallar reduksiya edici olub, oksidləşirlər. Qeyri-metallar bir sözlə həm oksidləşdirici, həm də reduksiya edici olur. Yalnız qeyri-metallardan flyordur ki, florun oksidləşmə dərəcəsi ya sıfır olur, ya da flor mənfi bir oksidləşmə dərəcəsi göstərir. Flor yalnız elektron alır, ona görə mənfi olur. Heç vaxt elektron verə bilmir, ona görə də müsbət ola bilmir. Bir valentlidir deyə bir elektron alır. Yəni bunlar haqqında biz kifayət qədər danışmışıq. Deməli, oksidləşmə dərəcəsi yuxarı sağ küncdə yazıldı. Mənfi və ya müsbət olur. Nə zaman mənfi, nə zaman müsbət olduğunu bildik. İndi oksidləşmə dərəcəsi haqqında bəzi xırda detalları bilmək lazımdır ki, sonra oksidləşmə reduksiya reaksiyasını eləməyi bacaraq. Birincisi biz danışaq nədən? Sərbəst halda, sərbəst yəni ki, özünə nəysə hansı bir digər element atomunu birləşdirməyib. İstəyir metal olsun, yəni məsələn kalsium olsun, natrium olsun, dəmir olsun, qeyri-metal olsun, S8 olsun, nə bilim təkcə karbon olsun, oksigen fərqi yoxdur. Sərbəst halda, yəni yalnız eyni element atomlarını görsünsə, nə elektron almayıb, nə elektron verməyib, həmin atomların oksidləşmə dərəcəsi sıfıra bərabərdir. İstənilən sərbəst bir atom görəndə və ya molekul şəklində görəndə onun oksidləşmə dərəcəsi sıfıra bərabərdir. Yəni sabah P4 də düşə bilər, fərqi yoxdur, 4-ü görüb qarışdırmayın, oksidləşmə dərəcəsi sıfırdır. İkinci hala baxaq. Metallar sərbəst halda, təkcə metal şəklində veriləndə oksidləşmə dərəcəsi sıfırdır. İstəyir fərqi yoxdur, metal, qeyri-metal, sərbəst halda sıfırdır.
Amma birləşmələrə gələndə metal nəysə bir digər yanda X yazaq da, buralarında da A, B. Metal heç vaxt mənfi olmur axı, oksidaşma dərəcəsi müsbət valentliyinə bərabər olur. Heç vaxt mənfi olmur. Məsələn, deyək ki, natrium oksid birləşmədir, təkcə olsaydı 0 idi. Amma deyirəm, natrium axı bir valentli birləşmədir, bir valentli metaldır. Ona görə də müsbət 1-dir. Və ya kalsium xlorid, kalsium axı 2 valentli metaldır. Ona görə 2 müsbət olur. Və yaxud alüminium hidroksid, axı alüminium 3 valentli metaldır. Ona görə müsbət 3 olur. Məsələn, dəmir 3 oksid. Baxıram ki, burada dəmirin valentliyi 3-dür. Axı valentliyi də keçmişdik, çarpaz 3-ü. Dəmir burada 3 valentlidirsə, əlbəttə ki, müsbət 3-dür. Amma məsələn, deyək ki, dəmir buradan görürəm ki, 2 valentlidir. Demək ki, müsbət 2-dir. Belə çıxır ki, metallar birləşmələrdə valentliyini müsbətinə bərabər oksidaşma dərəcəsi göstərirlər. Üçüncü, birləşmədə oksidləşmə dərəcələrinin cəbri cəmi 0-a bərabərdir. Əlbəttə ki, 0 olmalıdır. Hər hansı bir element 2 elektron alıbsa, yəni mənfi 2-dir də, 2-sini alıbsa, digər ikisini verib deməkdir də. Vermək nədir? Müsbət 2. Yəni, bu ikisini verib ki, bu ikisini alıb da. Bu ikisini verib, bu buna ikisini verib, bu da bundan ikisini alıb. Yəni, ikisini verib durub 5-ini ala bilməz ki. Oksidaşma dərəcələrinin cəbri cəmi mənfi ilə müsbət eyni rəqəm cəmlənəndə cavab 0 eləyir. Oksidaşma dərəcələrinin cəbri cəmi 0 eləyir. Bundan ətraflı danışacağıq. Dördüncü, flüor yalnız oksidləşdiricidir. Yalnız oksidləşdirici deməkdir ki, yalnız elektron alır, mənfi olur və 1 valentlidir. Təkcə 0-dır. Onu bildik. Məsələn, flüor təkcə verilibsə, istənilən element 0-dır. Amma istənilən birləşmədə flüoru görsəz, istənilən birləşmədə flüor yalnız mənfi bir oksidləşmə dərəcəsi göstərir. Deməli, bilin ki, sərbəst halda 0-dır, metallar yalnız müsbət valentlidir, cəbri cəm 0 olmalıdır, flüor yalnız mənfi bir oksidləşmə dərəcəsi göstərir. Hidrogen harda görsəz, təbii ki, sərbəst halından danışmırıq, sərbəst hal 0-dır. Qalan bütün birləşmələrdə hidrogeni harda görsək, hər yerdə, düzdür, istisna var deyəcəm. Qalan bütün hər yerdə hidrogenə müsbət 1 oksidləşmə dərəcəsi yazırıq. Məsələn, H-xlor olsun, H2SO4 olsun, kalium OH olsun, nə bilim, o qədər birləşmələr var ki, HCOOH olsun, fərqi yoxdur. Yəni, hidrogeni harda görürüksə, bütün hər yerdə hidrogenin oksidləşmə dərəcəsi müsbət 1-dir. Yalnız və yalnız silan qazında hidrogen mənfi 1-dir, yalnız burada və metal hidridlərində, metal yanında da hidrogen olur. Metal neçə valentlisə bura yazılır. Hidrogenin oksidləşmə dərəcəsi mənfi 1 olur. Hidrogen bütün birləşmələrdə müsbət 1-dir. Silan qazında silisium H4-dür. Havada öz-özünə alışıb yanan zəhərli qazdır, biləsiz. Silan qazı və metal hidridlərində hidrogen mənfi 1-dir. Metal hidridində niyə mənfi 1-dir? Baxın, məsələn yazıram, natrium H. Oksidləşmə dərəcələrinin cəbri cəmi 0 eləməlidir. Metalların müsbət olduğunu bilirəm. Natriumda bir valentli metal olduğuna görə natrium müsbət 1 oksidləşmə dərəcəsi göstərir. Təbii ki, cəm 0 eləməlidir. Müsbət 1-i bunun indeksinə vuram. İndeksi heç nə yoxdur, axı 1-dir də, yəni. Müsbət 1-i 1-ə vuranda eləyir natrium müsbət 1. Təbii ki, müsbət 1-dən mənfi 1-i toplamalıyıq 0 eləsində. Bu da 1-i mənfi 1-ə vuraq ki, bax, müsbət 1 ilə mənfi 1-i toplayanda cavab 0 eləyir. Və yaxud alüminium hidrid, fərqi yoxdur, hamısının eyni şeydir. Alüminium 3 valentli metal olduğuna görə müsbət 3 yazacağım. Deyirəm, alüminium oksidləşmə dərəcəsi müsbət 3, vur 1, indeksinə vuranda müsbət 3 eləyir. Deməli, bu da mənfi 3 eləməlidir də. 3-ü mənfi 1-ə vuraq, müsbət 3-lə mənfi 3-ü cəmləyəndə 0 eləməlidir. Yəni, hidrogen hər yerdə müsbət 1-dir. Amma silan qazında və hidridlərdə, metal hidridlərində mənfi 1-dir. Yəni, siz sabah bunu görüb, uşaqlar deməyin, metal da var, hidrogen də var, bu metal hidrididir. Yox, xeyr, hidrid yalnız metal və hidrogen olmalıdır. Başqa digər atom ola bilməz. Çünki uşaqların verdiyi suallar da ona görə yadımda qalıb. Sonra 6-cı fikrə baxaq. NHX yazaq da. NH-lı birləşmələrdə azot hökmən və hökmən mənfi 3 oksidləşmə dərəcəsi göstərir. NH-lı birləşmələrdə azotun oksidləşmə dərəcəsi mənfi 3-ə bərabərdir.
Məsələn, NH4, NO3. Bax, NH bu N-in oksidaşma dərəcəsi -3-dür. Bu N-in yox. İndi bu N-in necədir? Birazdan deyəcəm. Sadəcə bilək ki, NH-lı birləşmələrdə azot -3 oksidaşma dərəcəsi göstərir. Biz bu qaydaları bilək. Bir də bir şey deyim. Halogenlər təbii ki, flor həmişə -1-dir. Halogenlər deyək ki, xlor, brom yox. İndi birini yazıram. Oksigensiz birləşmələrdə minimum oksidaşma dərəcəsini göstərir. Yəni minimum nədir? Halogenlər 7-ci qrupda yerləşirsə, dövrü qanunda keçmişdir ki, 7-dən 8-i çıxanda minimum halogenlər oksigensiz birləşmələrdə -1 oksidləşmə dərəcəsi göstərir. Məsələn, CH3 xlor hökmən -1-dir. Oksigensiz birləşmədir. Hidrogenin müsbət 1 olduğunu bilirik. Bunun da indi tapılma yoluna baxacağıq. Hələlik ki, bu qaydaları bilək. Sərbəst halda 0-dır. Metallar yalnız birləşmələrdə müsbət valentlidir. Cəbri cəm 0-a bərabər eləməlidir. Flor yalnız birləşmələrdə -1-dir. Hidrogen hər yerdə müsbət 1-dir. Və silan qazında metal hidridlərində hidrogen -1-dir. NH birləşmələrində azot -3 oksidaşma dərəcəsi göstərir. Halogenlər oksigensiz birləşmələrdə yalnız -1-dir. Oksigen haqqında deməmişik. Oksigen də deyək, sonra pozaq mürəkkəb maddələrdən danışaq. Oksigenin oksidaşma dərəcəsinə baxaq. Oksigen hamısında demirəm. Əksər birləşmələrdə -2 oksidaşma dərəcəsi göstərir. Əksərlərində, yəni məsələn yazaq H2O, kalium OH, kalsium oksid, nə bilim nə yazaq, H3PO4 və s. oksigeni harda görürüksə, əksər birləşmələrdə oksigenin oksidaşma dərəcəsi -2-yə bərabərdir. Amma istisna halı da var. Peroksid, diqqətlə qulaq asın, peroksid, superoksid, ozonit görməmişəm testdə düşsün, amma yenə deyirəm də ozonit, flor 2O və flor 2O2-dən başqa yerdə qalan bütün birləşmələrdə oksigen -2-dir. Deyəs peroksid nədir? Məsələn, baxın, yazıram H2O2, nə yazaq? Natrium 2O2, kalsium O2. İndi biz hardan biləcəyik ki, bu peroksiddir? Diqqətlə qulaq asın. Yəni, bəzən uşaq götürür, yazır oksigenin -2, sonra hidrogenin oksidaşma dərəcəsini tapır. Yox. Biz dəqiq bildiyimiz bir şeydən başlayırıq. Dəqiq bilirik ki, hidrogen bütün birləşmələrdə müsbət 1 oksidaşma dərəcəsi göstərir. Yalnız metal hidridlərində, silan qazında hidrogen -1. Deməli, qalan bütün birləşmələrdə müsbət 1-dir. Axı, oksigenin fərqli oksidaşma dərəcəsi göstərdiyi var. Əksərlərində -2-dir. Mən nə bilim, o əksərindən biri budur. Dəqiq bildiyimi yazıram. Hidrogen müsbət 1-dir. Cəbri cəm 0 eləməlidir. Müsbət 1-i 2-yə vuranda eləyir müsbət 2. Təbii ki, müsbət 2 ilə -2-ni cəmləsək 0 eləyər də. Bu müsbət 2-dir. Bu da -2 olmalıdır. 2-ni nəyə vursaq -2 eləyər? Təbii ki, -1-ə. Natrium. Natrium bir valentli metaldır. Bir valentli metaldırsa əlbəttə ki, müsbət 1 yazacağıq da. Müsbət 1-i 2-yə vuranda eləyir müsbət 2. Bu da -2 eləməlidir də. 2-ni -1-ə vurmalıyıq. Kalsium 2 valentli metaldır. Ona görə müsbət 2 yazıram. 2 valentli metal olduğuna görə 2-ni 1-ə vuranda eləyir müsbət 2. Bu da -2 eləməsi üçün -1. Bunu bura vuranda -1 eləsin. Deməli, peroksidlərdə oksigenin oksidaşma dərəcəsi -1-dir. Superoksid, məsələn, kalium O2 yazın. Oksidaşma dərəcəsi kəsrlə də ola bilər. Kalium bir valentli metaldır. Təbii ki, yazacağım müsbət 1. Bu aşağısında da 1 dedi, heç nə yazmayıb. Müsbət 1, bunu da bura vuranda -1 eləməlidir. 2-ni nəyə vursam -1 eləyir? Təbii ki, -2 də 1-ə. Bunu bura vuranda 2-lər gedər. Ozonit, məsələn, kalium O3. Kalium müsbət 1-dir. Müsbət 1-i 1-ə vuranda müsbət 1. Oksigeni -1 eləməlidir axı. -3 də 1-ə vuranda 3-lər gedir, -1 qalır. Flor 2O-da florun yalnız -1 olduğunu bilirik. Ona görə flora -1 yazıram. Bu -2 eləyir. Demək ki, bu da müsbət 2-dir. Florun yalnız -1 olduğunu bildiyimiz halda bu -2-dir. Bu da müsbət 2 eləməsi üçün təbii ki, müsbət 1 oksidaşma dərəcəsi yazacağıq. Yəni, peroksidlərdə oksigen -1, superoksidlərdə -2-də 1, ozonidlərdə -3-də 1, flor 2O ilə flor 2O2-də də müsbət 1 və müsbət 2 oksidaşma dərəcəsi göstərir. Qalan bütün birləşmələrdə oksigenin oksidaşma dərəcəsi -2-yə bərabərdir. Və yaxud indi biz keçək mürəkkəb maddələrdə, düzdür, bunlar da mürəkkəb idi. Mürəkkəb maddələrdə naməlum atomun oksidləşmə dərəcəsinin tapılması.
Həmçinin iyonlarda oksidaşma dərəcəsinin tapılması. Məsələn, deyirik ki, bax, çox yazacağam ki, yadda qalsın uşaqlar. H3PO4 yazaq, kalsium SO4 yazaq, NO2, P2O5, asandan çətinə doğru. Kalium 2, xrom 2O7, kalsium NO3 2 dəfə, sonra nə deyək, dəmir 3O4, C6, H12, O6, CH3, xlor, feryum S2, feryum S, NH4, 2 dəfə, SO4. Başqa nə deyə bilərik? NH4, NO3. Yadıma düşdükcə deyirəm uşaqlar, indi o qədər qabağımıza çıxacaq ki, CH3, xlor və s. Bunu yazmışdım. CH xlor yazmayaq, nə yazaq? CH3, NO3 yazaq. Nəysə, CH3, NO2 yazaq. Fərqi yoxdur, NO2 yazaq. İndi naməlum elementin oksidaşma dərəcələrinin tapılmasına baxaq. Oksigenin əksər birləşmələrdə -2 olduğunu bilirik. Hidrogen bütün birləşmələrdə təbii ki, metal hidridləri və silan qazından başqa onlarda -1 idi, qalanlarda -1-dir. Cəbri cəm 0 eləməlidir. Əgər birləşmə 3 atomdan ibarətdirsə, 3 müxtəlif atomdan ibarətdirsə, ikisini bilməliyik ki, biri məchul qalsın da. Yəni və ya 4 atomdan ibarətdirsə, 3-ün bilməliyik ki, biri naməlum qalsın. Mən ikisini bilməliyəm ki, birini tapa bilim. Çünki 2 məchul olsa tapa bilmərəm. Cəm 0 element, cəmləyək. -2-ni 4-ə vuraq. Eləyir -8. Baxın, elə altından yazıram. -8. Üstə gəl. 3-ü 1-ə vuraq. Eləsin 3. Hələ bunu bilmirəm. -8 üstə gəl 3. Eləyir -5. Deməli, bunu da bura vuranda müsbət 5 eləməlidir. Axı -5 alınırsa biz müsbətin yazmalıyıq ki, -5 ilə müsbət 5-i cəmləyəndə 0 eləsin. -5-dir. Demək ki, bunu buna vuranda müsbət 5 eləməlidir. Burada yazıram müsbət 5-dir. 1-i müsbət 5-ə vuraq. Gələk bura. Oksigen əksər birləşmələrdə -2 olduğunu bilirik. Kalsium 2 valentli metaldır deyə müsbət 2 olduğunu bilirik. Keçək bura. -8 üstə gəl 2. -8-in üstünə 2 gələndə eləyir -6. Ona görə də müsbət 6 yazarıq. Keçək bura. Oksigen əksər birləşmələrdə -2-dir. -2-ni 2-yə vuranda eləyir -4. Bunu da bura vuranda müsbət 4 eləməlidir. 1-dirsə 1-i müsbət 4-ə vurarıq. Oksigen əksər birləşmələrdə -2-dir. -10. Bu da eləməlidir müsbət 10. Ona görə də müsbət 5 yazırıq. Uşaqlar, mən qaydaları o qədər deyə eləyirəm ki, siz dərsdə qaydaları öyrənmək məcburiyyətində olursunuz. Sanki direllə başınıza salmaq məcburiyyətindəyəm. Oksigen oksidaşma dərəcəsi əksərlərində -2-dir. Kalium 1 valentli metal olduğuna görə müsbət 1-dir. İndi biz bunu tapaq. Cəm 0 olmalıdır. -14 vuranda, təbii ki, -14 üstə gəl. Bunu bura vuranda eləyir 2. Eləyir -12. Demək ki, bu da müsbət 12 eləməlidir də. Onda bunun oksidaşma dərəcəsi müsbət 6. Çünki -12 ilə müsbət 12-ni cəmləsəm eləməlidir 0. Gələk bura. Kalsium 2 valentli metaldır, müsbət 2-dir. Oksigen -2 olduğunu bilirik əksərlərində. Bunu tapaq. Uşaqlar, sizə bir şey deyim. Düzdür, bunu 2-ci ilin uşaqları daha yaxşı dərk eləyir. 1-ci ilin uşaqlarına bu indi deyəcəyim şəkildə demirəm. 2-ci ilin uşaqlarına deyim. NO3 bilirsiniz ki, HNO3 turşusu var da, nitrat turşusu. Buradan hesablayın neçədirsə, gətirin qoyun bura. Oksigen -2-dir, -6. Üstə gəl 1, -5. Əksinə müsbət 5. Qoyacam müsbət 5. Amma uşaq təzə gəlirsə, hardan bilsin ki, bunun turşusu nədir? O təzə gələn uşaqların izahı belədir. Bu vergüldür. Deməli, kalsium 2 valentli metaldır, müsbət 2, oksigen -2-də əksərlərində. Axı ilk anlaşlardan bilirik ki, bu həm bura vurulur, həm də bura vurulur. İndi gəlin hesablayaq. Hələ bunu bilmirəm. -2-dən neçə dənədir? 6 dənədir. -2 vur 6. Eləyir -12. Üstə gəl. Bu 2. Yəni, -2-dən 6 dənədir. -12 üstə gəl 2. -10. Deməli, bu da müsbət 10 eləməlidir də. Bura vuranda müsbət 10, yəni müsbət 5 yazın. Müsbət 10 oksidaşma dərəcəsi eləməlidir. Lap bir başqasını yazaq. Yenə mötərizəli bir şeydən yazaq. Məsələn, alüminium sulfat. Alüminium 2, SO4, 3 dəfə. Dediyim kimi, yəni turşuları bilən uşaqlar SO4-ü deyəcək ki, H2SO4-ün turşusu necə yazılar? H2SO4-ün turşusunu yazıb hesablayacaq oradan. Məsələn, bax, H2SO4.
Gecə oksigen mənfi 2-dir, hidrogen müsbət 1-dir. Bunu tapacaq ki, mənfi 8 üstə gəl ki, mənfi 6. Əksinə müsbət 6-nı tapıb bura yazacaq. Amma indi uşaq bilmir sulfat turşusu nədir. Alüminium 3 valentli metaldır. Demək ki, müsbət 3-dür. Oksigen əksər birləşmələrdə mənfi 2-dir. Bunun da hər iki yerə aid olduğunu və vurulduğunu bilirik. Mənfi 2-dən 12 də nədir? Eləyir mənfi 24. Mənfi 2-ni mənfi 12, mənfi 2-ni 12-yə vuranda mənfi 24 üstə gəl. 3-dən 2 də nədir? 6 bərabərdir mənfi 18. Demək ki, müsbət 18-dən toplasaq 0 eləyərdə 3-ü nəyə vurum ki, müsbət 18 eləsin? Təbii ki, müsbət 6-ya. Yəni, bu oksidaşma dərəcələri mötərizəli olanda bu şəkildə eləyirik. Gələk bura. Oksigen əksər birləşmələrdə mənfi 2-dir. Cəmdə 0 eləməlidir. Bu eləyir mənfi 8. Bu da müsbət 8 eləməsi üçün müsbət 8 bölüşü yazım ki, bunu bura vuranda 3-lər getsin, müsbət 8 qalsın. Baxın, bu mənfi 8-dirmi? Bu da müsbət, bunu bura vuranda müsbət 8 eləməlidir. Deməli, 8 bölüşü yazarıq. Vuranda məxrəclər getsin, müsbət 8 qalsın. Bir də onu deyək. Atom sərbəst halda 0 oksidaşma dərəcəsi olduğunu bilirdik. Görün, birləşmələrdə də 0 oksidaşma dərəcəsi ola bilərmi? Niyə ki olmasın ki? Deyək, oksigen mənfi 2-dir. Hidrogen müsbət 1-dir. Mənfi 12, üstə gəl 12, eləyər 0. Deməli, 0-dan 0-ı cəmləməliyim də, buraya yazım 0. 6-ya da vuranda eləsin 0. 0-dan 0-ı cəmləyə, cəbri cəm 0 eləsin. Hidrogen bilirik ki, müsbət 1-dir. Halogenlər oksigensiz birləşmələrdə mənfi 1-dir. İndi bunu tapaq. Mənfi 1-i 1-ə vuranda mənfi 1. Üstə gəl 3. Mənfi 1-in üstünə 3 gələndə eləyir müsbət 2. Tərsinəsini yazırıq. Bunu da bura vuranda mənfi 2 eləsin. Dəmir 2 valentli metaldır. Ona görə də müsbət 2 yazacağıq. Dəmir müsbət 2-dir. 2 valentli metal olduğuna görə. Yəni, burada 2 valentlidir. İndi deyirəm ki, 1-dən 2 dənədir də. Müsbət 2-dir. Bu da mənfi 2 eləməsi üçün mənfi 1 yazacağıq. NH4NO3. Buranı pozum, yuxarıdan yazdım. NH4NO3. Baxın. NH4NO3. Oksigen mənfi 2 olduğunu bildik. H müsbət 1 olduğunu bildik. N və H yanaşı gələndə N mənfi 3-dür. NO2 ya HNO3 turşusundan tapacağıq, ya da turşunu bilmirik. İndi hesablayaq da. Mənfi 6 üstə gəl 4. Eləyir mənfi 2. Mənfi 2 üstə gəl mənfi 3. Eləyir mənfi 5. Əksinə müsbət 5-in yazarıq. Sonra verilir ferrium S. Dəmir də 2 valentlidir, kükürt də 2 valentlidir. İxtisar gedib içinə düşməyib. Dəmir 2 valentli metaldır, müsbət 2-dir. 2-ni 1-ə vuranda müsbət 2. Bu da mənfi 2 eləməlidir. Sonra nə yazmışıq? Amonium sulfat. Görün nə qədər eləyirik ki, yəni bilməmək kimi bir şansınız qalmasın. Amonium sulfat. NH4 2 dəfə SO4. N və H yanaşı gələndə N mənfi 3-dür. Hidrogeni bilirik müsbət 1-dir. Oksigen bilirik mənfi 2-dir. Turşunu bilən uşaq H2SO4-dən hesablayıb bunun müsbət 6 olduğunu tapacaq. Amma bilməyən bu hər iki yerə vurulur. Deyirəm ki, mənfi 8-dir. Üstə gəl. 1-dən neçə dənədir? 8 dənə. 1-dən 8 dənədir. 1-dən 8 dənəsi eləyəcək 8. Elə deyil. Mənfi 8 üstə gəl, müsbət 8. Bu eləyir 0. Bu elədi 0. Bu 0-ın da üstünə mənfi 3 2-yə vuranda mənfi 6 eləyir. 0 üstə gəl, mənfi 6. Eləyir cavab mənfi 6. Elə deyil. Mən nə etməliyəm? Əksinə müsbət 6 yazmalıyam da. Buraki mənfi 6 ilə müsbət 6-nı cəmləyəndə cavab 0 etsin. İndi testlərdə qarşımıza çıxdıqca da ola bilər nəyisə bir demədim bu oksidaşma dərəcəsinin təyinindən, yenə də deyəcəyik. Yəni qarşımıza çıxdıqca biz bundan hamısına baxacağıq. İndi iyonlarda oksidaşma dərəcəsinə baxaq. Biri var ki, uşaqlar SO3, biri var SO3 2 mənfi. Təbii ki, bu iyondur da. Burada kükürdün oksidaşma dərəcəsini tapaq. Oksigen mənfi 2-dir. Baxın, mənfi 6-dırmı? Cəm 0 eləməlidir də. Biri müsbət 6 yazmalıyam da. Mənfi 6 ilə müsbət 6-nı cəmləyək. Gələk bura. Oksigen mənfi 2-dirmi? Bu 2 mənfi onun oksidaşma dərəcəsi deyil, yüküdür. Deyirəm ki, oksigeni yazın mənfi 2. Çıx olanda toplayırıq, üstə gəl olanda çıxırıq. Mənfi 2 yazdığımı mənfi 2 vur 3 eləyir mənfi 6. Üstə gəl 2 eləyir mənfi 4. Əksinə yazacaq müsbət 4. Və yaxud P2O7 4 mənfi. Bunu tapaq. Oksigenin mənfi 2 olduğunu bilirəm. Mənfi 2 vur 4. Eləyir mənfi 14. Üzr istəyirəm. Mənfi 2 vur 7. Mənfi 14. Çıx olanda üstə gəl idi. Üstə gəl 4. Neçə elədi? Mənfi 10.
Deməli, bu müsbət 10 eləməlidir. Ona görə də müsbət 5 yazacağıq. NO3 mənfi. Biri oksigen mənfi 2-dir. Mənfi 2-ni 3-ə vuranda mənfi 6. Üstə gəl 1. Bu mənfi o deməkdir. Mənfi 1, yəni 1-in aldı. O da eləyir mənfi 5. Əksinə müsbət 5 yazarıq. Yəni, oksigenləşmə dərəcələrinin təyini bu qədərdir. İndi biz bilirsiniz nəyə baxacağıq? Elektron konfigurasiyası üzrə oksigenləşmə dərəcələrinin təyini. Təbii ki, bunu dövrü qanunda keçmişik, burada da deyək. Məsələn, deyirik ki, xlorun oksigenləşmə dərəcələri hansılardır? Yazırıq fluordan başqa. Xlor, brom, yod. 17-də sıra nömrəsi xlorun. 2 keçmişik də birinci səviyyədə 2 elektron, 2-də 8 elektron, 3-də 7 elektron. Xarici energetik təbəqədəki elektronlar 7-dir, valent elektronlarının sayı 7-dir, ümumi elektronlarının sayı 17-dir. Və valent elektronlarının 100%-də xarici energetik təbəqədə yerləşir. Bu dövrü qanun dərsinə statdır. İndi keçək, xlorun valentliyini demişdik ki, elektron konfigurasiyasında neçə tək elektron varsa, element o qədər valentlidir. Həmçinin tək elektronların sayı neçədirsə, oksigenləşmə dərəcəsi də həmin rəqəmə bərabərdir. Həyəcanlanma da sondan başlayır. Bu 3-cü səviyyədir. 3s2, 3p5, 3-də d-də olmalıdır. 3d0. Bu bunun normal halıdır. Valentlik tək elektron sayı ilə müəyyən edilirdi də. Deyirəm, burada bu doludur. P5-də dövrü qanuna neçə dənə təki var idi? P-nin 3 yuvası var, 5 elektron. 1, 2, 3, 4, 5 əksinə yazılmalıdır. Burada bir tək elektron olduğuna görə bu konfigurasiyada xlor həm bir valentlidir, həm oksigenləşmə dərəcələrini sonra deyərik. Valentlik deməli tək elektronların sayına müəyyən edilir. İndi həyəcanlaşdıraq. Buradan bir dənə elektron keçir bura. Qaldı 3s2, 3p4, 3d1. Təbii ki, bu doludur. P4-də neçə təki var? 1, 2, 3, 4 növbə ilə yazırıq. 2 tək burada var. Bir də D-ni yazmayayım. D-nin 5 yuvası var. Birində elektron var da, bir dənə tək burada. 3 dənə tək elektron olduğuna görə burada xlor 3 valentlidir. Bu birinci dəfə həyəcanlanma idi. İkinci dəfə həyəcanlanmaya baxaq. P-də cüt var. Bu cütü gətirib verəcək buna. Burada cüt qala-qala keçib buradan ala bilməz. Dövrü qanun dərsidir bu. 3s2, 3p3, 3d1. Burada cütdür. 3 yuvası var. Hər yuvasında 1, 1, 1. Yəni 3 təki burada var, 1 təki burada. Yəni burada 4 tək elektron olduğuna görə, ona görə də 4 valentlidir. Üçüncü dəfə həyəcanlaşdıraq. Onda P-dən bura keçə bilməz axı. P-də hamısı təkdir. Artıq S-dən keçəcək deyə. 3s1, 3p3 olduğu kimi qaldı. 3d2. Artıq hamısı təkdir. Deməli 6 tək elektron olduğuna görə 6 valentlidir. Xlor, brom, yod da bunun tayıdır. Amma fluor bunun tayı deyil. Niyə? Fluorda bax yazıram 2, 7. Xarici təbəqə budur da. 2s2, 2p5. Bir tək elektronu var. Ona görə 1 valentlidir. Valentliyi artmır. Niyə? Axı burada bu necə təkləşsin? 2-də D yoxdur, axı D-yə gəlsin. Yadınızdadır, NOV yerləşdiyi qrupa uyğun valentliyi bu 5-ci qrupdur, bu 6-cı qrupdur, bu 7-ci qrupdur. Yerləşdiyi qrupa uyğun valentliyi göstərmir. Buna səbəb boş D orbitalının olmamasıdır. Niyə boş D orbitalı yoxdur? Çünki bunlar ikinci dövrdə yerləşir. İkinci dövr elementlərində əlbəttə ki, 2 səviyyə var. 2 səviyyədə D-nin nə ölümü itib ki? D 3-cü səviyyədən başlayır. NOV yerləşdiyi qrupa uyğun nə valentlik, nə də oksigenləşmə dərəcəsi göstərmir. Demək ki, biz xlor haqqında danışdıq. Xlorun, nəinki xlor, brom, yoddan danışırıq, 7-ci qrupdadır. Demək ki, xlor, brom, yodun valentlikləri 1, 3, 5, 7 valentli oldu. Bu valentliklər konfigurasiyadakı tək elektronların sayına müəyyən edilir. İndi keçək oksigenləşmə dərəcələri. Oksigenləşmə dərəcələri də valentliyi kimi tək elektronların sayına müəyyən edilir. Yəni belə çıxır ki, bunların hamısının müsbəti xlor ola bilər. Müsbət 1, müsbət 3, müsbət 5, müsbət 7 artan sırayla yazıram. Müsbət 7. 0 təbii ki, hamısı göstərə bilər. Bir də xlor demişdi ki, qeyri-metallar yerləşdiyi qrupun nömrəsindən 8-i çıxmaqla minimum tapırıq. 7-ci qrupdur da halogendir. 7-dən 8 çıxanda mənfi bir oksigenləşmə dərəcəsi göstərir. Bir dənə fluordur ki, ən böyüyü 0-dır, ən kiçiyi mənfi 1-dir. Yəni 7-ci qrupda olsa da müsbət 7 deyil. Elementlər minimum oksigenləşmə dərəcəsində, minimumda yalnız reduks edici xassiyə göstərir. Maksimum oksigenləşmə dərəcəsində yalnız oksidaşdırıcı xassiyə göstərir. Amma aralıq oksigenləşmə dərəcələrində
həm oksidləşdirici, həm də reduks edici xassəyə göstərir. Cümləni bir də deyirəm. Elementlər minimum oksidləşmə dərəcəsində ən kiçiyində yalnız reduks edici, ən çoxunda bax Ç, O, X, O yalnız oksidləşdirici xassəyə göstərir. Aralıqda isə hər iki oksidləşmə dərəcəsi göstərir. Məsələn, deyir xlor O3-də, xlor O3 mənfidə. Xlor O3 mənfidə, xlor hansı haldadır? Deyirəm ki, -2-dir, -6 üstə gəl 1, -5-dirmi? Müsbət 5. Düşünürəm ki, xlor 7-ci qrup elementidir. Ən böyüyü müsbət 7-dir, ən kiçiyi -1-dir. Demək ki, müsbət 5 nəyə qaldı? Ortalığa qaldı da. Həm oksidləşdirici, həm də reduks edici xassə göstərir. Sonra başqa nə deyək? İndi isə elektron konfiqurasiyaları verilir. Deyir, buna uyğun birləşmələri seçin. Elektron konfiqurasiyasında neçə tək elektron varsa, valentli və oksidləşmə dərəcəsi həmin rəqəmə bərabərdir. Deyirəm ki, burada bir dənə tək elektron olduğunu dövr qanunundan yaxşı bilirsiniz. Bilməyənlərə bir də yazın. Bu cütdür. P-nin 3 yuvası var. 5 elektron növbə ilə. 1, 2, 3, 4, 5. Bir tək elektronu var. Yəni, xlor burada 1 valentli olmalıdır və yaxud oksidləşmə dərəcəsi müsbət 1 və ya -1 olmalıdır. Deyirəm ki, bax, oksigen -2-dir. -6, bu da müsbət 6 eləməlidir, müsbət 3. Elə deyil, -6 ilə müsbət 6 eləməlidir. Mənə nə lazımdır? 1 lazımdır. Bu deyil cavab. Gələk bura. -8, hidrogende müsbət 1-dir. -8 üstə gəl 1. -7, əksinə müsbət 7-dir. Mənə 1 lazımdır. Bu da deyil cavab. Oksigen -2-dir, -10. Bu da müsbət 10 eləməlidir, müsbət 5. Mənə 1 lazım idi, bu da lazım deyil. Oksigen -2-dir. -2 üstə gəl 1, -1, əksinə müsbət 1. Baxın, mənə 1 lazım idi, cavab bu lazımdır mənə. İndi xlor 0-dır. Deyirsiniz ki, xlor 0-dır. Yox, mənə 1 lazım idi. Xeyr. Element təkcə dayananda minimum valentliyini göstərir. Deyirəm, xlor təkcə dayananda neçə valentlidir? Əlbəttə ki, 1 valentlidir. Rabitədə də keçmişdik də. Halogen molekullarının yaranmasında bir rabitə, 2 elektron iştirak eləyir. Həmçinin element təkcə dayanıbsa minimum valentliyini göstərir. Yəni, əksəriyyətində belədir. Təbii ki, azota aid deyil. İndi keçirik xlordan. Xlor 0 oksidləşmə dərəcəsi göstərir. Yaxşı, bunun valentliyi neçədir? Təkcə dayanı 1 valentlidir. Mənə də bir tək elektron var deyə bunu da götürürük. Bəzi uşaqlar 1-i axtarır, biri gəlib yalnız 2-ni yazır. Cavabda yalnız 2 də var. Element təkcə dayananda ən kiçik valentliyini göstərir və yaxud element təkcə dayananda həyəcanlanmamış elektron konfiqurasiyasına uyğun olmalıdır da. Həyəcanlanmamış, yəni burada hələ heç bir elektron keçidi baş verməyib. Yəni də bunu da götürürük. Və yaxud buranın elektron konfiqurasiyasına uyğun birləşməni göstərin. Mənə tək lazımdır. 3 dənə tək buradadır, 2 dənə də tək burada. 5 dənə tək var. Ona görə də mənə 5 lazımdır. 5 lazım olan cavab yalnız 3-dür. Buna baxdıq, uşaqlar, kükürt də bunun tayıdır. Gəlin bir dənə də kükürt haqqında da yazaq. Məsələn, kükürt. Kükürdün sıra nömrəsi 16-dır. 2, 8, 6. Həyəcanlama xaricdən başladı. 3-cü səviyyədə 3s2, 3p4, 3d0. Bu doludur. P4-də bilirik ki, 2 dənə təki var. 1, 2, 3, 4. 2 təki olduğuna görə kükürt 2 valentlidir. İndi birini həyəcanlaşdıraq. Y1, 3s2, 3p3, 3d1. 3 dənə təki bunda var. Bir dənə təki bunda. Demək, 4 təki varsa mənə tək lazımdır. 4 valentlidir. İkinci dəfə həyəcanlaşdıraq. Artıq P-də hamısı təkdir, axı bura verə bilməz. Gələr S-dən. 3s1, 3p3, 3d2. Artıq hamısı təkdir. 6 tək elektronu olduğuna görə 6 valentlidir. Məsələn, 6 valentliyə uyğun, məsələn, deyər ki, SO4 2 mənfinin elektron konfiqurasiyasını göstər. Deyəcəm, oksigen -2-dir. -2 vur 4, -8 üstə gəl 2, -6, əksinə müsbət 6. Deməli, 6 tək elektronu olan bu konfiqurasiyaya uyğun gəlir. Və yaxud SO3. Deyirsən, -6-dır. Bu da müsbət 6-dır. 6-ya uyğun gəlir. Və yaxud S-flor 6. Flor yalnız -1 olduğunu bilirik də. -6. Bu da müsbət 6. Yəni, oksidləşmə dərəcəsi neçədirsə, elektron konfiqurasiyasında təkin sayda həmin rəqəmə bərabər olmalıdır. SO2. Oksigen -2 olduğunu bilirik. -4. Bu da müsbət 4. SO3 2 mənfi. Oksigen -2-dir. -6. Üstə gəl 2. -8, -4, müsbət 4 yazacağıq. Buna uyğun. S8 element təkcə dayanıbsa, bu bunun normal halına uyğundur da. Təkcə dayanıbsa, kükürt demək ki, 2 valentlidir, ən kiçiyidir. H2S, hidrogen müsbət 1-dirmi? Müsbət 2, bu da -2.
Deməli, kükürdün valentliklərini bildik ki, konfigurasiyalarında 2, 4, 6 tək elektron olduğuna görə kükürd və onun qrupunda olan bütün elementlər təbii ki, oksigenden başqa 2, 4, 6 valentli olur. Yəni bunların müsbətini göstərir. Bunların müsbətini 0 onsuz da bilirik göstərir. 6-cı qrup elementidir deyə müsbət 6 olur da. Müsbət 6 isə ən kiçiyi -2-dir. Amma kükürdün -1 və kükürdün müsbət bir oksidaşma dərəcəsi heç bir elektron konfigurasiyasına uyğun deyil. -1-ə misal göstərək, pirit, dəmir S2. Dəmir 2 valentlidir, müsbət 2-dir. Elə deyil, bu da -2 olmalıdır da, -1 yazarıq. S2 xlor 2. Xlor oksigensiz birləşmədir, -1-dir. -2 oldu mu? Bu da müsbət 2 olması üçün müsbət 1 oksidaşma dərəcəsi göstərir. Dəmir S ilə dəmir S2-nin nə kimi oxşar və fərqli xüsusiyyəti var? Rabitə dərsindən keçmişik ki, metal və qeyri-metal olduğuna görə təbii ki, iyon rabitəsi var. İyon rabitəsi olduğuna görə təbii ki, iyon kristal qəvəsinə malikdir. İndi bəs başqa nə var? Bunlar haqqında danışaq. Bir dənə onu bilin ki, hər ikisində də dəmir və kükürdün valentlikləri eynidir. Burada da dəmir 2 valentlidir, 2V yazıram. Burada da dəmir kükürd 2 valentlidir. Burada da dəmir 2 valentlidir, burada da kükürd 2 valentlidir. Siz deyə bilməzsiniz, ha, dəmir 2 valentlidir, 2 düşüb bura, kükürd 1 valentlidir, 1 düşüb bura. Xeyr. Aha, kükürd heç vaxt 1 valentli ola bilməz. 2, 4, 6-dır. Həm dəmir S-də, həm dəmir S2-də hər ikisində dəmir və kükürd də 2 valentlidir. Oxşar xüsusiyyəti budur. Həm də iyon rabitəsi var, iyon kristal qəvəsinə malikdir. Fərqli xüsusiyyətinə baxaq. Dəmir 2 valentli olduğuna görə müsbət 2-dir, burada da dəmir 2 valentli deyə müsbət 2-dir. Oksidaşma dərəcəsi bu müsbət 2-dir, bu da -2 eləməsi üçün -2 yazacağıq. Burada müsbət 2-dir, -2 eləməsi üçün -1 yazacağıq. Gördünüz fərqli xüsusiyyətini? Pirit budur ha, bu dəmir 2 sulfiddir, bu piritdir. Piritdə kükürd -1-dir, amma valentliyi 2 valentlidir. Kükürd heç vaxt 1 valentli ola bilməz. Bir də rabitələrini yazaq. Bir dənə dəmir var, bir dənə kükürd var. Hər ikisi 2 valentlidir də. Burada cəmi 2 rabitə var. 2 rabitə var. İkisi də iyon rabitəsidir. İkisi də iyon rabitəsidir. Bunu biləsiniz. 2 dənə iyon rabitəsi var. Başqa rabitə yoxdur da. Gələk bura. Bir dənə dəmir var. Dəmir 2 valentlidir. 2 dənə kükürd var. Hər kükürd də 2 valentlidir. Bir xətt çıxıb, bu da ikinci xətt. Deməli, belə çıxır ki, burada cəmi 3 rabitə var. Rabitənin yaranmasında 6 elektron iştirak edir. Burada da 2 dənə iyon rabitəsi var. Metal və qeyri-metal atomlar arasında 2 dənə iyon rabitəsi var. 2 dənə yeni qeyri-metal atom arasında bir dənə qeyri-polyar kovalent rabitə var. Yəni, bax, sigma rabitəsi budur. Bunu iyon rabitəsi götürürük. Buna sigma rabitəsi demirik. Niyə? Çünki pi və sigma rabitəsi kovalent rabitənin tipləridir. Kovalent rabitədə polyar və qeyri-polyar var da. Yəni, qeyri-polyarlar arasındakı sigma və ya pi ola bilər və ya polyarlar arasında sigma və ya pi ola bilər. Bunlara sadəcə iyon rabitəsi deyirik. İndi rabitə dərsindən donor-akseptor mexanizmli maddələr haqqında danışmışdıq. Donor-akseptor mexanizmi olan maddələr amonium ionudur, dəm qazıdır və hidroksonium ionudur. Orada keçmişi, burada da qısaca qoyduğum yadınızda qalsın da. Azot buradan görünür ki 4 valentlidir. Azot 4 valentlidirsə 4 dənə rabitəsi var. Hər üçündə də bircə dənə donor-akseptor rabitəsi var. Demişdik 10 donordur. Burada N-dır donor, burada O, burada O. Donor elektron verəndir, ona görə də donorun cütü olur. Akseptor alandır, ona görə də boş yuvası olur. Bundan kifayət qədər keçilib. Hərəsində bir dənə donor-akseptor rabitəsi var. Donor-akseptor rabitəsi oxunan göstərilir. Donordan akseptora doğru yönəlir. Bircə dənədir. Bu birləşməyin yaranmasına cəmi 4 rabitə və 8 elektron iştirak edir. Desək ki, donor atomun əmələ gəlməsində neçə elektron iştirak edib və ya donor atom rabitə əmələ gəlmədə neçə elektronunu sərf edib? Bu rabitənin yaranmasında bir elektronu bu qoyub, birin hidrogen. Bunun yaranmasında birin bu qoyub, birin hidrogen. Burada birin bu, birin bu. Amma burada donor cüt qoyub, akseptor isə heç bir elektron qoymayıb. Yəni, donor atomun əmələ gəlməsində 5 elektron, akseptor atomun əmələ gəlməsində isə 3 elektron iştirak edir. İndi bunlar sadəcə təkrar elədik. Oksidaşma dərəcəsindən danışırıq. N-lə H yanaşı gələndə N-in oksidaşma dərəcəsi -3-dür. Və yaxud belə də deyə bilərsən. Hidrogen müsbət 1-dir də. Müsbət 4 çıx 1. Müsbət 4-dən biri çıxanda müsbət 3, əksinə -3 yazırıq.
Oksigenin yeganə 3 valentli olduğu birləşmə CO və hidroksiyon ionudur. 3 valentli, bu da 3 valentlidir. Deməli, belə yazılar da karbon da 3 valentli, oksigen də. Dediyimiz kimi, hərəsində bir dənə donor akseptor rabitəsi var. Donor akseptor rabitəsi oxla donordan akseptora doğru yönəlir. Deməli, bu rabitənin yaranmasına hərəsi 1 elektron qoyub, bunun yaranmasına hərəsi 1-ini. Amma donor akseptorunda donor 2 elektron, akseptor qoymayıb. Donor atomun əmələ gəlməsinə 4 elektron, akseptorda 2 elektron iştirak edib. Keçək oksidaşma dərəcəsinə. Oksigen bilirik ki, əksərlərində -2-dir, karbon da -2-dir. Gələk bura. Oksigenin 3 valentli olduğu birləşmədir. 3 valentli, bircə dənə donor akseptor var. Donordan akseptora doğru yönəlir. Deməli, donor atomunun əmələ gəlməsi bu donorda, birin bu, birin bu. Burada da donorda cütü qoyub. 4 elektron, akseptorda isə 1, 2 elektron iştirak edib. Oksidaşma dərəcəsi oksigen -2 olduğunu bilirsiniz. -2 çıx 1, -3. Əksinə müsbət 3 olmalıdır da bu. Müsbət 1 qoyacağıq. Oksidaşma dərəcələri, bunları əla şəkildə dərk eləyin ki, oksidaşma reduksiya reaksiyalarını eləyə bilək. Hələlik uşaqlar bu qədər.